Müsahibim rockçu Camal Əli və bloger Etibar Salmanlıdır. Studiyamıza xoş gəldiniz hər ikiniz. Sağ olun. Bugünkü mövzumuz 17 Mart mitinqi və ondan sonra baş verənlərlə bağlıdır. Sizdən başlayaq. Buyurun. Nə oldu 17 Martda sizə qarşı? Bizə qarşı tutulma anından danışırsınızsa, maşına qədər aparıldıq və oradan məhkəməyə qədər, məhkəmə zalında bizim kobud davranırdılar. Məhkəmə qərar verildi, apardılar bizi saxlama məntəqəsinə. Orada yəni daha yaxşı davranırdılar 1-2 gün. Sonra apellyasiya məhkəməsində məlum oldu ki, qərar dəyişmir. Mən məsələni qısa danışmağa çalışıram indi. Və sonra da qalan müddəti, mən qaldım orada 10 gün idi, mənim müddətim. Axırıncı gün aparıldım Binəqədiyə, Səbail bu saxlama məntəqəsi, polis bölməsi yox, saxlama məntəqəsi, dəqiq başa düşmədim heç nədir ora. Oradan aparıldım Binəqədiyə, hansına ki, əslində mən belə başa düşdüm ki, orada saxlanılmalıydım. Orada qeydiyyatdan keçdim. Arada da çağırırdılar, dindirirdilər, başa salırdılar ki, düz eləməmsən. Bunların hamısı səhvdir, olmaz. Belə şeylər bu ölkədə qadağandır. Sən gör, kimlərlə qarşı gedirsən. Yəni, söhbət sizin mahnınızda işlətdiyiniz söyüşdən gedirdi. Hə, bəli, söyüş orada əsas rol oynayırdı, bəli. Birinci məqamdan başlayaq. Elə ikimizdən bu barədə danışmanızı xahiş edirəm. Səhnədə nə baş verdi? Əvvəlcə bax, siz oxudunuz. Normal, hamı dinləyirdi, insanlar çox yaxşı davranırdı və birdən hər şey tərsinə döndü. Nədən başladı? Bilmirəm, mən öz durduğum yerdən baxanda məsələ belə görünürdü ki, mən mahnıda söyüş işlətməyənə qədər hər şey normal gedirdi. Söyüş edəndən sonra hiss elədim ki, narazı olanlar var. Onlardan biri gəldi, dedi ki, bəs söyüş olmaz. Mən xoşum gəlmir elə şeydən ümumiyyətlə. Mən əgər çağırılmışamsa, yəqin ki, bilinir kim nəyə görə çağırıb. Kimisə nədən xoşu gəlmirsə, indi bir nəfərin fikridir, ya da 3 nəfərin, 5 nəfərin. Xoşu gəlmirsə, çıxıb gedə bilər. Mən ona dedim, rədd ol. Mahnının üstə nəqarəti rədd ol idi. Məlumdur ki, mən nəzərdə ünvanlanmışdı, nəzərdə tutulmuşdu. Bizim dövlətdə yer alan bu şeylərə, zəlilərə. Qardaşa da dedim onu. O da bəyənmədi. AXCP-nin üzvü idi. Nəsə oradan nəsə dedi, bu nəsə dedi. Mən də dedim ki, söyüş o deyil də, budur. Əsl söyüşü söydüm. Sizə qarşı kimlər çıxdı? Mən bilmirəm. Mən bir dənə vətəndaşı gördüm. Gəldi, mənə dedi ki, bəs söymə söyüş. Yəni, onun individual fikridir də. Nəyi təmsil elədiyinin çox da bir... Mən indi başa düşürəm ki, burada mövqelər ayrılacaq, nə bilim, ayrılıb da hətta mənə dedilər ki, bəs cəmaat iki hissəyə bölünüb ki, söyüş olmazdı, söyüş olardı, bəs bu cəhbə belə dedi, o cəhbə belə dedi. Mən cəhbə bölmürəm də, bu bir fərdin fikri idi. Etibar, siz nə müşahidə elədiniz, nə baş verdi səhnədə? Biz həmin anda orada olanda, yəni siz də orada mitinqdə olanlar gördük ki, pressa səhnədə çoxluq təşkil edirdi. Orada mənə bizim nidaçılar və digər təşkilatdan uşaqlar dedilər ki, yəni sənin sözün bir balaca keçir, tanışlığın var. Deyin ki, pressası düşsün aşağı. Mən əvvəlcə qalxdım yuxarıya, pressanı saldım aşağı, Camal Güllə gördüm. Camal hətta soruşdum ki, nəsə bir şey, dedilər, hər şey yaxşı, təzədən özüm də düşdüm aşağı. Həmin o Camalın dediyi anda kimsə, mən də həmin şəxsi dəqiqliyi ilə görmədim. Mən həmin anda gördüm, onun çıxmağı ilə, sonra bir balaca toqquşma oldu, kimsə üstümüzə gəlirdi. Mən həmin anda artıq qalxdım yuxarıya ki, sırf orada toqquşma olmasın. Çünki miting tribunasında artıq həddən artıq çox adam var idi. Mən tezdən qalxıb aşağıya salmaq fikrinə düşdüm ki, yəni bunu eləməliydik də, biz oranı təmizləməliydik ki, rahat musiqiçilər öz musiqilərini davam elətdirə bilsinlər mitinqi. Və söyüş anında artıq orada bizdən heç kim yox idi demək olar. Yəni söyüş anında Camalın üstündə, Camalın, Natiqin və mənim üstümə gələnlər artıq mülk formalılar idi. Və biz onların hamısını Səbayalda 8-ci bölmə saxlamada gördük ki, və sonradan mən 5 tutqamı çıxıb evə gəlib şəkillərə baxırdım, Facebookda qoyulmuş bütün şəkillərə, miting şəkillərinə baxıram. Yəni orada hamısı mülk formalı idi artıq. Və mənim oradan tutulmamın bir məsələsi var idi ki, həmin 8-də biz ayrı saxlanılırdıq. Mən Natiqlə Camalı tam ayırmışlar, bizim ikisimizi demək olar bəzən bir yerdə idi. Məndən deyənə mən blogerəm, müəyyən saytlarda yazılar yazıram. Ona qədər çox yaxşı idi yəni. Yəni mən bloger şeyindən çıxa bilirdim. Mən hətta fikirləşmişdim, inzibati bir 50 manat, 100 manat ştraf verəcək həmişə kimi və mən çıxacağam. Sonradan girəndə içəri artıq rəislə üzləşməyə gedəndə, rəis orada girən kimi dedi ki, buna nə vermişsiniz? Dedilər inzibati protokoluna. Dedi saxla, Cırno protokolu. Mən də belə baxıram ki, yəni neyinəmişəm görürsən məndə? Dedi tribunadan atan məni bu şəxsdir.
Doğrudan da elə bir hadisə olmuşdu. Çünki həmin rəis özü məni təhqir eləmişdi. Qolumdan tutdu, təhqir elədi. Mən də düşündüm ki, sən məni niyə təhqir? Həm də gördüm mitinq iştirakçısı deyil. Ona görə əlimlə etlədim ki, düş aşağıda, sənin tribunada nə işin var? Və ondan sonra mən tutundum. Yəni orada sırf Camalın üstünə gələn ilk olaraq həmin şəxs hansısa müxalif partiyanın üzvü idi. Amma sonradan gələnlər artıq tamamilə bizə aidiyyəti olmayanlardır. Tribunada sizi döydülərmi? Yox. Məni tribunada şalvarımdan tutdular, maşına qədər apardılar. Yəni mən heç başa da düşmədim ki, məni kim aparır, hara aparır. Mən axırıncı dəfə öz dostlarımı gördüm, dedilər ki, ara qarışır, istəyirsən qoy gitaranı gedək. Elə orada apardılar. Apardılar polis bölməsinə. Bəli. Bəs orada nə baş verdi? Polis bölməsində bizim ad familiyamızı soruşdular. Natiqin dedilər vəziyyəti yaxşı deyil, o huşunu zadını itirib. Məndən soruşdular onun adını. Mən də ancaq özümə aid olan məlumatları verirdim, yəni ilkin məlumatlardan ad familiyam, doğum tarixi, zad belə şeylər. Bu qədər. Yəni sorğu-sual saxladılar. Sorğu-sual nə oldu? Sorğu-sual olurdu ki, onsuz da yəni onlar bilirdilər biz ora nəyi gətiriblər. Soruşdular, nə etmisiniz sualı yox idi. Yəni o izahat yazdırırdılar, nə yazmırsan vururlar. Belə də yəni sizi döydülər də. Döydülər deyəndə ki, belə də çatan bir dənə vururdu da, onsuz da. Orada belədir. Nə ilə vururdular? Əllə, ayaqla, nə ilə gəldi? Nə qədər adam olardı təxminən? Orada binada nə qədər adam işləyirsə o qədər də. Hamısı sizi vururdu. Başa mən yəni təxminən deyirəm də indi. Neçə saat dindirmə oldu? Bu çətin sualdır. Yəni orada zaman yəni saatlarla yoxsa? Yox, saatlarla belə bir şey olmadı. Bizə orada çalışırdılar ki, tez həll eləsinlər, bizim işimizi məhkəməyə göndərsinlər. Göndərdilər məhkəməyə. Məhkəmə nə elədi? Məhkəmə qərar verdi 16-5 sutka hər yəni sırayla. Məhkəmədə nə baş verdi? Vəkiliniz var idi mi? Məhkəmədə vəkil var idi. Mən elə məhkəmədə gördüm vəkili. Düzün desəm belə bilirdim ki, elə bir adam var, amma şəxsən tanımırdım onu. Dedi ki, mən boynuma götürürəm vəkilliyi. Ki, mən də biraz ürəyim rahatlandı ki, heç olmasa vəkilimiz var yəni. Amma dindirmə prosesində vəkil yox idi. Dindirmə prosesində yox idi, yox. Yox idi. Məhkəmədən sonra sizi hara apardılar? Məhkəmədən sonra apardılar Səbail rayon polis idarəsi. Polis idarəsində. Yəni bu Patandar tərəfdə. Bəli, bəli, Aynes və telestudiya. Ora apardılar. Sizi orada saxladılar. Bəli. Neçə gün? 9 gün, hətta 10-cu gün çıxmağıma 3 saat qalmışa qədər də, yəni 9 gün 20 neçə saat eləyir. Orada sizlə necə davranırdılar? Orada yəni bu polislər ki, hansılar ki bizə nəzarət edirdilər. Onlar əvvəlcə yəni birinci günlərdə belə çox söhbət eləmirdilər, biraz çalışırdılar ki, güya ki başa salsınlar bizə ki biz burada böyük bizi, yəni orada qanunlar belədir də, mən belə başa düşdüm. Yəni günlər keçdikcə yumşalırdı münasibətlər, biraz dialoq yaranırdı. Nəsə bayırdan siqaret gətiriblərsə bir dənə verir, sən də 3 dənə verir. Arada biri gəlib deyirdi ki, məsələn, səndən xoşum gəldi, sən orada filan sözü yaxşı demisən. Yəni belə polis də var idi, danışmayan da var idi. Amma ümumiyyətlə münasibət yaxşı idi. O arada xüsusi adamlar gəlirdi, o başa salanlar, daha belə müdrik polislər. Onların daha başqa cür idi onların münasibəti. Başa salmaq deyəndə siz nəyi nəzərdə tutursunuz? Başa salmaq adamı deyirlər ki, sən bu sözləri deməlisən də. Deməlisən ki, mən razıyam. Əgər demirsənsə, onlar səni deyənə qədər orada otuzdururlar. Əllərindən gələni eləyirlər ki, o sözü deyəsən. Məsələn, nə edirdilər? Məsələn, dedim, bu məhkəmədə də dedim onu ki, məni də ayağıma dubinka ilə vururdular. Nə qədər, kim vurdu, nə? Onu demək çətindir, mən görmürdüm onların üzünü. Mənim başımız alıb, gözümüz alıb bağlamışdılar, yəni. Belə şərait, belə. Bəs əlinizə vururdular, nə qədər, neçə saat, neçə dəqiqə, neçə? Mən belə başa düşdüm ki, o 3 saata yaxın çəkdi. Dubinka ilə vururdular və nə deyirdilər? Deyirlər ki, bəs başa düşdük ki, bu ölkə yaxşı ölkədir, bəs prezident ölkənin yollarını düzəldir, nəyi bəyənmirsiniz, Eurovision gəlir, bu boyda iş görülür, nə bilim, filan şey olur, feşman şey olur. Mən də indi orada deyirdim ki, məsələn, mən də filan şey bəyənmirəm. O deyirlər ki, sən səhv fikirləşirsən, belə fikirləşmək olmaz. Yəni sizə qarşı işgəncə olubdur, belə təsdiq edirsiniz. İşgəncə, yəni mən bilmirəm onun adı işgəncə, gəlin onda işgəncə nədir onu əvvəlcə təyin eləyək, sonra mən yəni orada bizə başladılar ki, işgəncə belə olmur da. İşgəncə elə olur ki, adamı belə döyürlər, huşu özündən gedir, 12 qabırğasından 6-sı qırılır. Sabah özünə gələndə gətirib bir də döyürlər. O işgəncədir. Əliniz bağlı idi olur. Ya əlin onsuz da kameradan çıxırsansa qandallanır. Qandallanır. Deməli 9 günün 9-unda da sizi bu şəkildə Yox. Yəni 9 gün 9-unda belə şey olmayıb. Mənə 2 dəfə çağırdılar, söhbəti başa saldılar. Dedilər get, bir də bu mitinqlərə getmə, onlara baş qoşma. Səni kimsə orada şey eləyib, ruhlandırıb, nə bilim, yəni ya da sən pul veriblər, nə ediblər, soruşurlar məndən, elə bir şey də olmamışdı. Apellyasiya məhkəməsi oldu. Bəli.
Siz də orada. Apellyasiya məhkəməsində nə baş verdi? Biz apellyasiya məhkəməsinə gedəndə, yəni orada biz gördük də 100-ə yaxın gənc fəal var idi, ziyalılar orada idi. Sözün düzü orada apellyasiya həm məhkəmədə də oldu, Anar Qasımlı orada şahid vəkilimiz də orada həm də apellyasiyada eyni məsələ oldu ki, mən orada deyildi ki, əslən mən ikinci çıxmışdım. Əvvəl Camal çıxdı, sonra mən getdim məhkəməyə. Orada deyildi ki, bəs söyüş söymüsən, dedim xeyr. Yəni video çəkilişləri var, video çəkilişləri mənə Səbaildə özləri göstəriblər. Mən orada deyirdim ki, bizə məlumat verin ki, Bahirdə nə vəziyyətdir. Onlar çağırdılar, bir video disk qoydular. Mitinqin dava düşən hissəsi, bir 10 dəqiqəsini göstərdilər. Orada özümü gördüm. Amma yenə də orada mən təhqi söyüş döyməmişdim də, baxanda. Və onu da əvvəldən də deyirdim ki, yəni düzdür, peşman deyiləm. Nə bura gəlməyimə, nə sutqa almağıma, ora çıxmağıma, heç birinə peşman deyiləm. Yenə də olsa, yenə də həmin şeyi eləyəcəm. Amma yəni sırf söyüş döyməmiş. Sadəcə olaraq biz izahat alanda, Camal da dedim, Səbaildə nə qədər polis, ora gəlmə, mülki formalı var idisə, gələn bir dənə vururdu adama. Yəni gəlir, deyirsən, soruşursan, yazır ki, mitingdə niyə söyüş söyürdün? Mən altına cavab ruçqanla bir şey yazdım. Deyirəm ki, mən söyüş söyməmişəm. Onu yazmaq istəyirəm. Deyir, yox, sən deyir, yazmalısan ki, mən söyüş söylədim. Deyirəm, söyməmişəm də, yəni video var, çəkilişlər var. Deyir, o yazmalısan. Deyirsən, yox, yazmıram, Camalın sözü olmasın. Başa salırlar adama ki, yox da yazmalısan ki, mən söyüş söyləmişəm. Yəni sırf orada bizim izahatlar tamamilə yəni baskı altında olmuş, təzyiq altında olmuşdu. Axırında da belə bir ifadə vardı. İzahatı özüm yazdım, imzamla təsdiq edirəm. Mən onu yazanda dedim, onsuz da sutqamı alacağam, döyülməyi də gözə almışıq. Mən orada yazdım ki, izahatı özümə yazdırdılar və bunu da apellyasiyanın özündə də dedim. Apellyasiyada dedim ki, yəni sırf orada bütün izahatlar baskı altında, təzyiq altında. Onlar da yox idi. Yox, izahat alınanda olmuyor. Məndə də eyni vəziyyət idi. Yazdım ki, öz əlimlə yazdırdılar, amma onlar heç oxumurdular. Ona vacib deyil. Bir kağız qaralama bir şey olsun, onu göstərsinlər, onun üzərindən bir şey, yəni Apellyasiya məhkəməsi necə qiymətləndirirsiniz? Yəni Apellyasiya məhkəməsinə cavab verdim apellyasiya məhkəməsi. Mən düzün desəm, apellyasiya məhkəməsinin qərar dəyişdirəcəyinə onsuz da inanmırdım. Mən hətta gözləyirdim ki, orada nəsə bizim əleyhimizə bir qərar qəbul olunacaq. Orada deyəndə ki, 10 gün necə var idi, elə də qalır. Mən kefim düzəldi ki, yaxşıdır. 10 gündən məsələ həll olur. Siz yəni belə güman edirdiniz ki, artıra da bilərlər. Bəli, bizə orada xəbərdarlıq eləmişlər. Hətta mənə vəkil dedi ki, bəs məsələ sən təsəvvür elədiyindən biraz ciddidir. Ola bilər ki, yəni xüsusilə mənə dedilər, onu belə başa düşdüm ki, sənin vəziyyətin ola bilər, sən ağırlaşdırsınlar. Mən də onu istəmirdim. Heç bir azad yaşamaq istəyən adam orada türmədə qalmaq istəmir. Burada sizin hüquqlarınızın pozulmasıyla bağlı yenidən şikayət vermək fikriniz varmı məhkəmələrə? Mən heç kimə daha bundan sonra şikayət vermək fikrim yoxdur. Düzünü desəm, mən bunu ümumi baxanda bir hadisə, bir həyatımda baş vermiş macəra, film fraqmenti, belə bir şey olaraq dəyərləndirirəm. Qoy elə belə də qalsın. Necə varsa elə. Bu hadisələr sizin yeni... Çünki sözünüzü kəsirəm, amma bir nəticə verəcəyinə də inanmıram. Başa düşürəm ki, bir qanun şeyində bundan, amma orada qanunu elə göstərdilər mənə ki, mən başa düşürəm ki, boş kağızlarda gedib gələcək, hansısa bir-iki dənə daha ağac orada kəsiləcək. Bax, bu hadisələr sizin yeni mahnılarınızın yaranmasına səbəb ola bilərmi? Yəqin ki, olacaq. Onu əvvəldən demək çətindir, çünki mən planlaşdırıb yazmıram da, o belə bir an yaranır ki, yazmaq istəyirsən, nəsə gəlir ağlı var ya ürəyi var. Onu qabaqcadan bu suala cavab vermək çətindir. İkinizə də bir sualım var. İndi özünüzə təhlükə hiss edirsinizmi? Yəni, indi içinizdə bir qorxu hissi yaşayırsınızmı ki, nə vaxtsa bizi tuta bilərlər, yəni və yaxud küçədə söyə bilərlər, döyə bilərlər, kütlə tərəfindən, sonra digər şəxslər tərəfindən? Mən ümumiyyətlə belə deyim, orada hətta biz ən çətin anda olanda belə, yəni mən özüm ən çətin, məndə qorxu hissi yaşamırdım mən. Sadəcə oradakı polisə göstərməlisən ki, bəli, mən qəbul edirəm ki, sən bu dəqiqə çox şey eləyə bilərsən mənə. Mən bunların hamısını qəbul edirəm, səni məndən bu dəqiqə daha güclü, daha əlində imkanlar. Bunu orada mesajı verirsən sakit və onlar da səni başa düşürlər, belə bir dialoq olur. İndi də içimdə belə bir qorxu yoxdur ki, nə bilim, amma ehtiyatlı olmağa çalışırıq. Buna qorxu yox, ehtiyat demək daha düzgün olur. O ehtiyat hissi var. Sizdən? Mən deyim ki, buna qədər, yəni bu 17-sinə qədər, yəni bir çox elə hadisələr olmuşdu, ona qədər bir çox mitinqlər olmuşdu. Amma yenə də biz davam, məsələn, biz deyəndə mən davam eləyirdim ona.
İndi siz dediyiniz yəni realdır, ola bilər, ehtimal yəni var. Ehtimal var ya, ehtimal böyükdür ki, nə vaxtsa bir məsəl üçün provokasiya olsun yenidən. Amma ona da yəni hazırıq da, onsuz da bu ölkədə həmişə elə şeylər çox olub. Biri də olar, birini də görərik. Yəni yazarıq səhifəyə yenisini də. Amma yəni, zamanla razıyam, ehtiyatımı qoruyuram. Mən də ciddi şəkildə baş verənlər onu göstərdi ki, həqiqətən gözlənilməz bir anda belə kimis ağlına nəsə gələ bilər ki, bunu təzədən tutaq, o baş verə bilər. Yəni heç kəs bundan sığortalanmayıb, heç birimiz, üçümüz, yəni xüsusilə. Və əgər ora bir daha getsək, mən əminəm ki, biraz daha çətin vəziyyətə düşəcəyik. Mən də düşünürəm. Ölkəni tərk etmək fikriniz var, yoxsa burada qalmaq istəyirsiniz? Burada qalmaq, getmək, mən düzün desəm, dünən ancaq dostlarımla görüşmüşəm, hələ bir qərar qəbul eləmək nöqtəsinə gəlib çatmamışam. Nəsə demək çətindir. Amma mənim olsa təhsilim Türkiyədə gedirdi. İndi bir müddət ara verdim. İndi qayıtmağı fikirləşirdim ondan sonra. Yəni mən burada təhsillə bağlı olsa getməliydim. İndi bu vəziyyətlə bağlı dəyərləndiriləcək, yoxsa necə olacaq? Heç mən özüm də bilmirəm, amma yəni hər an təhsilimə davam eləmək üçün Türkiyəyə geri qayıda bilərəm. Amma qorxu, içinizdə bir qorxu da var bu dəqiqə. Qorxu dedim də, yəni ki, başa düşürəm ki, hər an hər şey birdən tərs mərsəf çevrilə bilər. Ona görə əlindən gələni eləmək lazımdır ki, o şansı onlara bir də verməyəsən. Siz necə? Yox, mənim hələ ki beynimdə elə bir fikir yoxdur ölkəni tərk etmək üçün. Yəni işin axırında belə demək olar da, elə çox şey olacaq qabaqda. Ona görə indidən getməyin bir şey yoxdur. Biz hələ işlərimiz var qabaqda. Getmək. Müxalifətin yeni mitinqi olarsa da iştirak edərsinizmi? Çətin sualdır. Mənə orada bərk-bərk tapşırdılar ki, belə bir də olmayacaq da. Sən bura bir də gəlsən, müxalifət, mitinq, nə bilim, nə... Mənə başladılar ki, ayağa vurmağımızın səbəbi odur ki, sən ayaqların ağrısan, getməyəsən. Mən, yəni bildiyiniz kimi, təşkilat üzvüyəm, Nida Vətəndaş Hərəkatının üzvüyəm. Əgər Nida Vətəndaş Hərəkatının idarə heyəti, yəni özüm də həmin idarə heyətində varam, qərar versə ki, məsəl üçün aprelin 8-də mitinq gözlənilir. Aprelin 8-dəki mitinqə çıxacaq, mən də can dildən çıxacağım qabaqda. Məndə məsələ belədir. Mən yaradıcı insanam. Mən 4 divarın içində bir neçə saatdan, mən istəsəm dama çıxmalıyam, istəsəm pəncərədən çıxmalıyam. İnsanlar var ki, onların hansısa siyasi ambisiyaları var, nə bilim, böyük başqa məqsədləri mən yaratmaq istəyirəm. Mənim içimdəki həvəs budur. Çox gözəl. Yeni yaradıcılığınızla bağlı danışaq. Nə düşünürsünüz yeni yaradıcılığınız haqqında? Mən sizə dedim də, o düşünməklə əlaqədar olan bir şeydir, onu demək çətindir. Mən indiyə qədər mənə çox deyiblər ki, yazma bunları, sənə başa bir iş gələcək, nə olacaq? Mən məhəl qoymamışam, yazmışam. İndən sonra da mənə elə gəlir ki, yəni, istəyir, nə bilim, yerin dibindən əjdahalar çıxsın, fərqi yoxdur. Əgər sən bunu yaratmaq istəyirsənsə və sən azad insansansa, sən onsuz yaradacaqsan. Uzaq başı nə ola bilər? Yəni, bədənim fiziki ölümlə qarşılaşa bilər, məni öldürə bilərlər. Amma mən təkcə bədəndən ibarət deyiləm də, mən ruhumun ölümsüzlüyünə inanan adamam. Ruhunuzun ölümsüzlüyü, mahnıda bunu ifa edibsinizmi? Varmı bir mahnınız bununla bağlı? Yox, belə konkret bir misal yoxdur. Yoxdur. Bəs sizin mahnılarınız, sizin yaradıcılığınızın istiqaməti haradır? Mənim yaradıcılığımın istiqaməti adətən məni nə təsirləndirirsə oradır. Yəni, həyatımda tutalım ki, hansısa qızla eşq olubsa, o da məni təsirləndirə bilər, onu da yaza bilərəm. Bir gün ac qalaram, məsələn, pulum olmaz, pulsuzluq haqqında yaza bilərəm. Bir gün lotereyadan milyon uda bilərəm, çox pul udmaq haqqında yaza bilərəm. Mən həyatımda baş verənlər təyin edir, hisslərim, emosiyalarım. Son mahnınız hansıdır? Və bu mahnının sonucu hara gedir, çıxacaqdır? Son mahnımın adı Vermiş Eldir. Hələ belə işıq üzü görməyib. Deyin bir neçə kəlmə onu. Səhər durdum, vermiş el yedim, gün ortaya eyni şey yedim. Dedim, axı belə olmaz, çıxım küçəyə bir şey yedim. Mən danışdıqca vurdular, polis maşınına doldurdular. ASTV-dən göstərib, dedilər, quldurdular. Çox sağ olun studiyamıza gəldiyiniz Siz də sağ olun. Təşəkkür edirəm. Bugünkü qonaqlarım rockçu Camal Əli və bloger Etibar Salmanlı idi. Sağ olun. Çox sağ olun.